Bugün bizdə kiçik bir tədbir var. Bayram qabağı. Deməli, Milan Klub Mərkəzinin baş direktoru Cəmil Əzizoviç Əliyevin rəhbərliyi altında həyata keçirilmiş elmi iş çox yüksək qiymət, yüksək rəy alıb Türkiyədə və birinci mükafata layiq görülür. Və Cəmil Əzizoviç Əliyev, Elçin Mansurov belə qərar alırlar, gəlirlər ki, bu əldə olan bu deməli mükafatı uşaq onkologiyasında yatan uşaqlar üçün, bizim uşaqlar üçün xərcləsinlər. Əlbəttə, bu çox əlamətlər hadisədir bizim üçün. Çünki burada yatan uşaqların problemi təhsil olan valideynlərin ya səhiyyənin problemi deyil. Bütün dövlət təşkilatlarının, qeyri-dövlət təşkilatlarının, ayrı-ayrı cəmiyyətlərin problemidir. Respublikada bu uşaqlara göstərilən diqqət əlbəttə yüksək səviyyədədir. Başda prezident və vitse-prezident olmaqla uşaqların problemlərə diqqət kifayət qədər yüksəkdir. Ancaq bu cür xeyriyyə işlərdə çox önəmlidir. Mən ümumiyyətlə qan və qan komponentləri alınır. Yəni biz Edrəli fonduna, onun prezidentinə və vitse-prezidentinə minnətdarlıq bildiririk. Çünki belə deyək, xaricdə olur qızıl sponsor, platin sponsor. Bizdə həm qızıl, həm platin sponsor Edrəli fondudur. Yəni oradan da yaddan çıxarmırlar bizi. Və rəhbərimiz də həmişə diqqətlədir. Bizim problemlər rəhbərində diqqətlədir. Baş direktor həmişə soruşur uşaqların vəziyyətini, nə lazımdır və əlindən gələni hər şey edir. Bizim mərkəz, öncə qeyd edeyim ki, bizim mərkəz, mənim o şəxsi fikrim. Təxminən mən dünyanın bir 20-dən artıq onkoloji mərkəzində olmuşam. Taylandda, Qətərdə, Rusiyanın mərkəzlərində, Avropada olmuşam. Amma inanıram sizi, bizim mərkəzə çatan mərkəz yoxdur. Həm müalicə sarıdan, həm də elm sarıdan. Mən deyərdim ki, bura bir elm mənbəyidir. Bizdə görülən işlər dünyanın ən məşhur jurnallarında, ən məşhur dərgilərində çap olur və yüksək qiymətləndirilir. Və bu işlərin bəzilərinin nəticəsində bizə müəyyən, belə deyim ki, qanararlar verilir. Bu işlərin də əksəriyyəti, demək olar ki, hamısı akademik Cəmil Əliyevin rəhbərliyi ilə yerinə yetirilir. Və bu qanararları alandan sonra Cəmil müəllimlə müzakirə edirdik ki, biz bunları nə edək? Belə deyək ki, kişi deyimdə bir dəfəlik dedik ki, bunların hamısını uşaq onkologiyasına ianə eləmək lazımdır. Yanvar ayında bir kömək göstərmişik. Bu gün yenə həmən o qanarlardan müəyyən dərəcədə Allah imkan versə iyun ayında da planlaşdırırıq ki, yenə də nəysə bir kömək göstərəcəyik. Biz də bu bayramda istədik ki, akademikin tövsiyəsi ilə uşaqları sevindirək və oradan o qanarlarımızın belə deyək ki, əksər hissəsini, qalıb müəyyən qismi başqa tədbirlərə, əksər hissəsini uşaq onkologiyasına hədiyyə edək və bu böyük məmnuniyyətlə bunu Profesör Reyman İsmail'e təqdim edilir. Xeyirli olsun, uşaqlarımıza kömək Sizə də bütün uşaqların qeydinə qalanların hamısını öz təşəkkürümü bildirirəm. Əlbəttə, burada nə olsa da bu böyük şeydir. Bu böyük ürəyin bir simvoludur ki, bunlar da əlbəttə bizim mərkəz doğrudan da ki, yüksək texnologiyalı, yüksək profesional səviyyədən çox yuxarıda. Mən özüm 35 il Belarusda işləmişəm, amma mən gələndə də dedim ki, canım mənim, burada olan şərait heç bir yerdə yoxdur. Heç bir yerdə doğrudan yoxdur. O kompliment deyil, həqiqətən belədir. Ancaq bəzi hallarda uşaqları sevindirmək, nəinki elə uşaqları, elə bizim böyük xəstələri də sevindirmək. Allah bəlkə xoş gedir. Doğrudan da onkoloji xəstə, uşaqdır, böyükdür. Bunlar şübhəsiz diqqəti görəndə bunlar daha tez bəlkə də sağlarlar. Ona görə bir daha sizə, hər ikimizə, başda akademik Cəmil Əliyev olmaqla sizə və sizi kimilərə təşəkkürümü bildirirəm və söz verirəm ki, burada olan məbləğ
sırf uşaqların probleminə həsr olunur. Xeyirli olsun. Sağ olun. Xeyirli Sağ olsun. olun.